Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı qəti şəkildə qeyd edib ki, yerlərdə bugün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib, əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər. Və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Vətəndaş düşünməsin ki, rəhbərin bəzi məsələlərdən xəbəri yoxdur. Sadəcə rəhbər nəyi nə zaman edəcəyini çox gözəl bilir. Prezidentin bu çıxışından sonra yəqin ki, bir çox məmurlar, deputatlar, vəzifəlilər səlahiyyətlərinin varlığının öz mənfəətləri üçün yox, xalqa xidmət etmək üçün olduğunu xatırlayacaqlar. Bu məqamda İmişlinin Nurulu kənd sakinləri tərəfindən redaksiyamıza göndərilən şikayəti bir daha xatırlatmaq yerinə düşər. Qeyd edək ki, İmişlinin Nurlu kəndinin sakinləri örüş sahələrinin zəbt edildiyini bildirirlər. Kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurullayevin kommersiya təyinatlı mal-qara bazarı tikdirdiyi iddia olunur. Bildirilir ki, zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atası Yavər Süleymanovun adına icarəyə verilib və İmişlinin deputatı da köməkçisinin ailəsindən istifadə edərək öz biznesini genişləndirir. Məlumdur ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər. Bu məsələdə isə heç bir sərəncam verilməyib və prezidentin də dediyi kimi bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları var. Torpaqlar zəbt edilir, torpaqların kateqoriyaları dəyişdirilir. İddia olunduğu kimi Razi Nurullayevin də əkin-biçin üçün yararlı olan torpaqlarda mal-qara bazarı tikib öz mənafeyini güdməsi tamamilə öz başınalıqdır. Qeyd edək ki, İmişli rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar söz gedən ərazidə hər hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar versə də nədənsə qanunverici orqanı təmsil edən şəxsin adamlarından həmin qərara məhəl qoyan yoxdur. Maraqlıdır. Başçı Elçin Rızayevin sözü yerinə yetirilmir. Qərarları icra olunmur və gözü qarşısında 20 hektarlıq ərazidə deputatın himayəsi altında tikinti gedir. Amma rəhbər şəxs susur. Görəsən Rızayevin nə və ya kim susturur? Axı prezident bugünkü çıxışında açıq şəkildə bildirdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Kənd sakinləri bildirir ki, Rızayevi kimin susturduğu bəllidir. Nə ilə susturduğu isə çox maraqlıdır. Yəqin ki, hazırki başçıların bir çoxu həm prezidentin bugünkü çıxışını, həm də son zamanlar bəzi icra başçılarının həbsi fonunda baş verənlərdən yetərincə nəticə çıxaracaqlar. Bu arada bildirək ki, Razi Nurullayevin himayədarlıq etdiyi deyilən mal-qara bazarında tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür. Hətta artıq asfaltlanma işlərinə başlanılıb. Tikintinin aparıldığı ərazidə 1036 ədəd yulğun ağacı deputatın adamları tərəfindən məhv edilib. Onlar tərəfindən təbiətə külli miqdarda ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyi akt tərtib edib və qanunsuz tikinti aparanlar cərimələnib. Görünür, bu da qarşı tərəfə işi dayandırmağa mane olmayıb və sakinlərlə deputatın adamları arasında qalmaqal hələ də davam edir.
Prezident açıq şəkildə bildirdi ki, hər bir rəhbər vəzifəli şəxs xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməlidir. Xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq idarəçiliyin başlıca qayəsidir. Etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq hər bir rəhbərin borcudur. Bu təkcə tapşırıq deyil, bu Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçiliyi fəlsəfəsidir. Ümid edirik ki, vətəndaşı rəhbərlikdən narazı salmağa çalışan qüvvələr bugünkü çıxışdan nəticə çıxarıb qanunsuz əməllərinə son qoyacaqlar.